Hörmətli tamaşaçılar, hamınızı salamlayıram. Qərbi Azərbaycanda Doğru verilişinin növbəti efir saatında sizləri xoş gördük. Bugün tamamilə fərqli bir məsələdən danışacağıq. Məsələ nədir? Hər il bir neçə dəfə Azərbaycan prezidenti tərəfindən amnistiya aktları imzalanır və yaxud əfv fərmanları imzalanır. Bu ildə, yəni 2025-ci ilin sonlarında da Azərbaycan prezidenti yenə belə bir təşəbbüslə çıxış etdi və burada çox maraqlı bir kriteriya müəyyənləşdirdi. Vətən müharibəsində iştirak edən qazilərin özləri və yaxud birinci dərəcəli yaxınları, şəhid ailələrinin və s. Bu kateqoriya insanların əfvi ilə bağlı sərəncam imzalandı və Ermənistan mediasında və Ermənistan cəmiyyətində geniş bir rezonansda oldu. Bu məsələ ətrafında danışacağıq. Qonağımız yenə Milli Məclisin deputatı, hörmətli Azay müəllim Quliyevdir. Azay müəllim, Azərbaycan prezidentinin dekabr ayında imzaladığı sənəddən sonra, çıxış etdiyi təşəbbüsdən sonra iki istiqamətdə çox maraqlı müzakirələr başladı Ermənistan cəmiyyətində. Birincisi belə idi ki, nəyə görə ermənilər də, Ermənistan hakimiyyəti də belə amnistiya aktlarına imza atmır. İkincisi, radikallar və revanşistlər tərəfindən Ermənistan informasiya mühitinə başqa mənfi impulslar ötürüldü. Bu, demək, amnistiya aktı Azərbaycanda mühakimə olunan ermənilərə də, hərbi cinayətkarlara da şamil edilə bilərmi? Mən istəyirəm ikincidən başlayaq, sonra birinciyə münasibətinizi bildirərsiniz. Və xahiş edəcəm ki, bunu hüquqi baxımdan izah edəsiniz. Nəyə görə şamil edilə bilməz? Çünki edilə bilməz, fikir bir mənalıdır. Amma nəyə görəsini siz deyin, hüquqi və beynəlxalq hüquqi əsaslarından. Bəli, cənab prezident konstitusiya və suverenlik ilk çərçivəsində çox böyük bir amnistiya təşəbbüsü ilə çıxış etdi və artıq bu sənəd Milli Məclisin bir müzakirəsində və yaxın günlərdə bunu sənədə baxıb qəbul ediləcək. Bu doğrudan da indiyə qədər prezidenti olmayan bir sənəddir və xüsusilə bu həm də konstitusiya suverenlik ilində olduğuna görə ilk dəfə suverenliyimiz bərpa edildikdən sonra 2023-cü ilin sentyabrından sonra belə bir hüquqi aktın qəbul edilməsi doğrudan həm yerli, həm beynəlxalq ictimaiyyətdə kifayət qədər əks-səda tapdı. Sualınıza gəldikdə isə bilirsiniz ki, amnistiya qərarında müəyyən kateqoriyalı insanlar var. Yer gəlmişəm burada həm birinci, həm ikinci Qarabağ savaşında iştirak edən, şəhid olmuş şəxslərin yaxınları, qohumları faydalanır. Həm deyək ki, 48, 53, 88, 91-ci ildə deportasiya olmuş bizim soydaşlarımız, onların yaxınları iştirak edə bilər, yəni onlara şamil edilə bilər. Eyni zamanda Xocalı soyqırımının qurbanlarının yaxınları və orada yaralananlar, orada belə deyək də bu faciənin birbaşa predmeti olan şəxsə və s. həm də məcburi köçkünlər keçmə məcburi köçkünlər. Bu kateqoriyada olan insanların sayı həddən artıq çoxdur. Amma bununla yanaşı orada məhdudlaşdırıcı amillər də var. 6-cı və 7-ci maddə bu məhdudlaşdırıcı deməli, nəyə tətbiq edilməməsinin müəyyənləşdirir və 6-cı maddə, qərarın 6-cı maddəsi 1994-cü ildə Azərbaycanda qəbul edilmiş bir qanun var. Amnistiyanın tətbiq edilmədiyi sahələr. Amnistiyanın tətbiq edilə bilməz. Bu müəyyənləşib. Bir də Cinayət Məcəlləsinin təxminən 250-dən çox maddəsi orada göstərilir ki, bu maddələr üzrə məhkum olmuş şəxslər amnistiyadan faydalana bilməz. Və burada indi açıq mövzunu deyək də, sizin sualınızın açıq şəkildə deyək. Bu nəyə şamil olur? Bu xüsusilə ağır cinayət törətmiş şəxslər və indi siz dediniz o separatçılara və digər o deyək ki, bugün Bakıda mühakiməsi aparılan şəxslərə münasibətdə desək, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qəsd törətmiş, insanlıq əleyhinə cinayət törətmiş, soyqırım cinayət törətmiş, müharibə cinayət törətmiş şəxslər əlbəttə ki, yəni onlar məhkum olmuş şəxslər heç bir halda dünyanın heç bir yerində dövlətin humanizm siyasətindən faydalana bilməz. Çünki bunlar xüsusi ictimai təhlükə yarada bilən cinayətkarlardır. Onların hər hansı bir formada əfvi yaxud da amnistiya düşməsi mümkün deyildir. Ona görə də əlbəttə indi Ermənistan tərəfinin həm belə deyək
təxriba xarakterli çıxışlar, həm daxildəki o siyasi proseslərdə bunu istifadə etmək cəhdləri ola bilər. Çünki bu adamlar hansı ki bugün mühakimə olunurlar, bunların konkret cinayətləri var, bunların konkret terror əməlləri var, bunların konkret Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qəsdə iştirakı var. Soyqırımda iştirakı var, Gəncənin bombalanmasında bunların iştirakı var və yüzlərlə insanın qətl edilməsində iştirakı var. Etdikləri cinayət əməlləri var. Ona görə də heç bir halda bundan faydalana bilməzlər. Onda istəyirəm ki, qaydaq fikrimizin, o sualımızın birinci hissəsinə Ermənistan cəmiyyətində maraqlı bir həsəd yaratdı bu. Çünki Azərbaycan prezidentinin imzaladığı sərəncam mənəvi dəyərlərin təbliğinə həm də xidmət edir. Yəni, bu sadəcə hansısa cinayət törətmiş insanın o dövlətin humanist mövqeyindən çıxış edərək əfv edilməsi deyil. Kateqoriya olduqca maraqlı müəyyənləşdirilibdir. Vətən uğrunda kimsə savaşmağa cəsarət edibsə və kim vətənpərvərdirsə, kim bundan sonra baxmayaraq hansı tarixi dövrdə vətənpərvər mövqedən çıxış edibsə, bunlar hamısı yüngülləşdirilici hadisələr kimi götürülür, faktorlar kimi götürülür və amnistiya aktına demək daxil edilir. Yəni bu həm cəmiyyətin vətənpərvərlik ruhunu motivasiya edir, həm vətəndaşın nəzdində dövləti cazibə mərkəzinə çevirir sosial kontekstdə, həm də insanları ruhlandırır. Ermənistan cəmiyyətində isə bu şeylər yoxdur. Ona görə də ermənilər də arzuluyurlar ki, bayaqki sualımı təkrar edirəm ki, nəyə görə Ermənistanda bu hadisələr baş vermir? Sizcə nəyə görə? Çox maraqlı sualdır. Cavab çox sadədir, çünki onlar qalib deyirlər. Bəli. Onlar bu zəfəri yaşamayıblar. Çünki siz bayaq çox doğru qeyd etdiniz. Mən onu hesaplamışam. Deməli, qərarın 16 bəndi, yarım bəndi məhz xüsusi kateqoriyadan olan imtiyazlı şəxslərə şamil olunur. Onlar Azərbaycanın bugün göz bəbəyi olan şəhid ailələridir. Bugün Azərbaycanın 1-ci və 2-ci Qarabağ savaşlarında canını fəda etmiş insanlarımızdır. Onların yaxınlarıdır. Yaxud da həmin deməli, əməliyyatlarda iştirak edib medallarla, ordenlərlə təltif olunanlardır. Ermənistan nəyə görə bunu edəcək? Ermənistan bu hansı şeyə görə bunu qiymətləndirəcək? Bu həm də onu göstərir ki... Onun Ferrarinin mi yaxınlarına edəcək? Yazıq başından. Bunu göstərir ki, Hikmət müəllim, bax, canını fəda etmiş, vətən uğrunda xidməti olan bu vədigar formada, hətta orada əmək deməli, cəhbəsində də əməyi olanlara şamil edilir. Bütün bu xidmət olan insanlara Cənab Prezident sahib çıxır, dəstək verir, onu fərqləndirir və göstərir ki, bax, siz imtiyazlı təbəqədənsiniz. Siz vaxtilə bu xidməti göstərdiniz və Azərbaycan dövləti sizə hər cür, təkcə maddi dəstək vermir. Sosial sahədə problemlərinizi həllinə dəstək vermir. Eyni zamanda sizin bu humanist sahədə olan ehtiyaclarınızı da qarşılayır və siz əgər hər hansı bir formada indi səhv etmişsinizsə, cinayət törədilibsə, hər hansı bir formada qanun pozuntusuna yol verilibsə, dövlət bunu bağışlamağa hazırdır. Bu dövlətin birinci gücündən xəbər verir. Dövlətin qüdrətindən xəbər verir. Amnistiya aktı, bilirsiniz, o demək ki, dövlət özünə güvənir. 20 min nəfər təsəvvür edir. Və vətəndaşlara inanır. Bəli, 20 min nəfər, Hikmət müəllim, bunun həyata dairəsinə düşəcək. 20 min nəfərin, deyək ki, bir 5 nəfər ailə üzvünü götürsək, bir 5 nəfər də onun yaxın qohum əqrabasını götürsək, görün bu 200 mindən çox vətəndaşı sevindirmək deməkdir. Bu həm də ölkədə ictimai barışı, vətəndaş dövlət arasındakı olan həmrəyliyi, birliyi daha da sevməkləşdirir, daha da möhkəmləndirir. Və əlbəttə bu Azərbaycan dövlətinin Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoymuş bu humanizm institutunun, bu humanizm siyasətinin təntənəsidir. Və bugün Azərbaycan prezidenti Müzəffər Ali Başkomandan və bizim ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasının memarı belə bir təşəbbüsdən çıxış etməklə bir daha vətəndaşın yanında olduğunu sübut etdi. Çox təşəkkür edirəm, çox maraqlı izahat verdiniz. Əslində, mən çox hörmətli Azay müəllimə təşəkkür edərək onun fikrini davam etdirmək istəyirəm. Hörmətli tamaşaçılar, Azərbaycan prezidenti amnistiya aktı imzaladı, əfv etdi. Bu insanlar yenidən öz həyatlarında təmiz bir səhif açmaq üçün şans qazandılar. Ailə institutunun möhkəmlənməsinə xidmət edir. Çünki həbs olanların bir qismi ailə başçıları idi, digərləri ailə qurmağa hazırlaşır və s. və s. Yəni, bu isə, hörmətli qonağımızın da dediyi kimi, dövlət-vətəndaş münasibətlərində bir etimad yaradacaqdır. Ancaq mən elə gəlir ki, burada bir də bir ibrət var, olmalıdır ya da heç kəs gələcəkdə fikirləşməsin ki, mən şahid ailəsiyəm, mən qaziyəm və s. və s.
Onsuz da nə vaxtsa əfv olunacam, mən yenidən cinayət törədim. Ən təhlükəli məsələ budur və mən əminəm ki, Azərbaycan vətəndaşları o qədər məsuliyyətlidirlər ki, bir əsla və əsla bu cür düşünməzlər. Sağ olun, efirimiz başa çatdı. Gələn görüşlərədək.